Ərim müğənnilərlə gəzən qadınların hüquqlarını müdafiə komitəsinin sədriyəm. Qeyri-legal. Kimin ərini? Deyin, düzəldək. Yazın görüm, yazın. Yo, Şəbnəmin sakitcə oturub yerində. Şəbnəmin heç kimlərinlə işi yoxdur. Vallahi billahi. Ona görə Şəbnəmi sevirəm. Şəbi Maçello. Vallahi Şəbnəm eləsə birinci Şəbnəmi yıxıb sürüyərəm. Qətiyyən. Bakıya Mamed orada yaşamır. Mənim ərim Rusiyada yaşayır. Ona görə burada yaşayıram. Sizin ananızın əri harda yaşayır? Ananız da orada yaşayır da, düzdür. Ona görə mən də ərimin yanında. Ay balam, indi adam da səhv elib, görün Şəbnəm bir dəfə çıxdı, yandı, qındı, verdi mi? Səhvin də başa düşdü, sakitcə aralaşdı da. Eləcə də o bir adlarını yazdığınız, sakitcə durublar. Kimin sevini dağıtmadılar. Səhv eləyiblər, amma ailə dağıtmadılar. Başa düşdünüz? Ailə dağıtmayan qadın, onda deyin ki, həyatdır, başına gəlib, həyatdır, səhvdir, eləyib, demirlər ki, düz eləmişik. Onlar demir, düz eləmişik. Şəbnəm demir, düz eləmişəm. Şəbnəm heç kimlərini gətirib özünə, ərim də demir. Kişi öz evində, işində, ailəsinin yanındadır. İndi kişi xeyli ağıdır da.